Bakının siması dəyişəcək. Bir yox, bir neçə mikrorayon salınacaq. Binəqədi rayonu ərazisində tikilməsi nəzərdə tutulan 10-cu mikrorayon Dərnəgül qəsəbəsindəki taxta emalı zavodundan Çermet körpüsü deyilən yerədək böyük bir sahəni əhatə edəcək. Əmlak məsələləri üzrə ekspert Vəfadar Axundov qeyd edib ki, Bakı şəhərinin genişləndirilməsi planında paytaxtda bir neçə mikrorayon salınması ilə bağlı fikirlər var. Paytaxt Bakımızda hal-hazırki vəziyyətdə 9 mikrorayon mövcuddur və hal-hazırki vəziyyətdə paytaxt Bakımızda yeni mikrorayonların salınmasına böyük ehtiyac vardır. Bu mikrorayonları təbii ki, yeni aparılan söküntülər olan hissələrdə yaratmaq olar və ya Binəqədi, Abşeron rayonlarında da həmin mikrorayonları salmaq olar. Ekspert qeyd edib ki, Bakının mərkəzindən kənarda boş ərazilər var ki, onlardan səmərəli istifadə edilməlidir. Mikrorayonlar baş plana uyğun salınmalı və nəzarət mexanizmi olmalıdır. Mikrorayonların salınmasında infrastruktur təbii ki, dəqiq olaraq aparılır və orada məktəblərdir, bağçalardır, yol infrastrukturudur, bunların hamısı nəzərdə tutulur. Ondan əlavə də şəhərin özünün də binalar zövqlü olaraq tikildiyinə görə bu özü də şəhərin özünə bir gözəllik bəxş edir. Buna misal olaraq biz Ağşəhəri göstərə bilərik. Vəfadar Axundov qeyd edib ki, Bakının baş planına əsasən şəhər salmanın ən yeni modelləri tətbiq olunacaq, infrastruktur tam yenilənəcək. Bu bütünlüklə Bakının və ətraf qəsəbələrin ümumilikdə Abşeron regionunun inkişaf parametrini də müəyyən edən daha uzun müddətli konsepsiya olacaq.